Gerçekten bugün neyse bir yerde benimle meşgale hazırlanan meşgaleden sonra ders vlogu video çekirəm. Keçən önceki videomu çok beğenmişsiniz, dedim ki niye bunu serisinin ikincisini çekmeyeyim. Ondan benimle bir yerde vloga başlayaq. Deməli canım səhər saatlarıydı və mənim məşğələmin yarısı qalmışdı. Həmin gündə məşğələm vardı və məşğələmi çatdırmalıydım. Ona görə durdum, yəni biraz səhər tez durmuşdum, yəni başladım işləməyə. Deyim də hansı dərs, natural ədədlərin sonuncu bölməsi falan idi, yəni biraz misal qalmışdı. Nəysə onları başladım işləməyə. Burada sizə onu çəkmişəm. Başa düşmədiyim suallar olduqda isə onları yumurluyuram ya da nəm kənara qeyd edirəm, müəllimimdən soruşuram və orada yazıram ya da müəllimim izah eləyir. Ona uyğun da mən başqa bir misal işləyirəm. İnsanlar məndən qaydalar istədi. Qaydalar biraz çoxdur, yəni mən sizə göstərəcəm birazdan gedəndə məşğələ yazılışanda. Məndə qaydalar çoxdur deyəni, yəni mən bunları bir post olaraq paylaşsam, yəni çox olacaq, başımız qarışacaq. Yəni bilmədim. Ona görə paylaşmamaq arasında qaldım. Səhər riyaziyyat işləmək adamı çox yorur bu arada. Yəni mən məşğələnin son gündə saxladığım üçün bu qədərini, ona görə indi işləyirəm. Yəni bu səhifə qalıb sadəcə bir dənə bura. Buranı indi bitirəcəm. Deməli canlar məşğələmə tam 1 saat qalmış. Mən bunların hamısını belə bitirdim. İndi gedirəm yavaş-yavaş hazırlaşmağa, çünki evdən çıxmalıyım artıq yəni. Bunları çantama qoyum, onda hazırlaşaq. Və canlar artıq makyaja başladım. Makyajı burada 2x ilə qoydum. Normalda adi qoyacaqdım. Sonra dedim ki, onsuz ertəsi gün yenə məşğələyə hazırlaşacaq bir yerdə. Ona görə bu səfər 2x ilə qoydum. Ertəsi gün isə səsləndirmə eləmədən, yəni sizlə bir yerdə hazırlaşdım. Onu da izləyək. Bu tez aldığım pudranı istifadə edim və o qədər qəşəng idi ki, yəni çox bəyəndim həqiqətən. Yəni bayağı bəyəndim, sizə tövsiyə edirəm. Makyajım da belə oldu, yəni sadə elədim bu səfər belə. Çox sadə deyil, amma sadədir yəni. Heç indi məşğələyə gedirik. Dərsdən çıxıb özümə dondurma aldım, sonra isə evə gəlib özümə kofe hazırladım. Deməli canım kofemi bura qoydum, yanında kurabiyə. İndi isə mən başlayacağam əkov əbobu işləyəcəm. Biz artıq əkov əbobdayıq. Yəni videonu atanda siz böyük ehtimal artıq əkov əbobu keçmiş olacaqsınız. İndi deməli mənim əkov əbobu izah eləmişdi bu günləri. Mən də indi başlayacağam onu işləməyə. Bu gün onu çox şey çəkmədim ki, dedim ki, dərs vlogu olsun yəni. Ona görə belə eləyəcəm. İndi mən başlayacağım təbii ki də əkov əbobu işləməyə. İndi kinoya baxacam deyənə belə bir tabaq hazırladım. Biraz bundan qoydum, biraz da bundan. Onsuz hələ məşğələmə var deyənə belə. Evet canım, bugün artıq vlogun ikinci günü sayılır. Yəni əslində 2 günlük bir vlog olmayacaq, dərs vlogu sayılacaq. Dərs vlogu da bilmirəm. Bəzən məşğələ vlogu kimi bir şey olacaq.
Deməli, indi bu günləri indi makyaj edəcəyik. Sizlə bir yerdə makyajımı edəndən sonra məşğələ gedəcəyik. Bu günləri riyaziyyatdan həndəsə günüdür, yəni. Bizdə həndəsə günü ayrıdır məşğələlərdə. Məsələn, biri dərs günüdürsə, məsələn, natural ədədlər falan keçəcəksə, digər gündə isə həndəsəni keçəcəyik. İndi mənim yarım saat vaxtım var. Deməli, kremlə başlayıram. Bu səfər 2x-lə qoymayacağam, çünki 2 vlogda artıq 2x-lə qoyuram. İndi kremimi vurdum. Bir də özümü biraz halsız hiss edirəm, bilmirəm. Bu vlogda çalışdım ki, enerji də çəkimdə. Yəni, çünki o bir vlogumu çox sevmirsiniz, həqiqətən məşğələ vlogumu. O qədər çox xoş rəylər yazmışsınız. Yəni, mən dedim ki, bu vlogda da biraz enerji dolu falan. O da ki, olmadı, yəni. Nəysə, bu vlog biraz belə, mənim keyfim yoxdur, bilmirəm niyə. Bəlkə də hava istidir falan ona görə, yəni. Çünki məşğələrin yollarına istidən öldürəm, gəbərəm. Yəni, indi də hava 32 dərəcə istidir və bu günləri hava bəlkə 39 dərəcə isti olacaq. Yəni, nə bilim, bilmirəm. Millət hovuzda, mən də biz də riyaziyyatda, Allah hədiyyətimizi yerdə qoymasın. Tamam, indi mən bunu yedim. Kombinimi göstərməmişəm, bu arada şortik geyinmişəm. Çünki hava çox istidir. Mənə vloglarımda kimsə yazmışdı, bəs hava istidir, niyə şortik falan geyinmirsən? Çünki bu yay istədiyim şortik tapa bilmədim. Mən də dedim ki, nə idi, keçən cə geyinmək istəmirəm, onca geyinməmişdim. Amma bu səfər dözmədim istidən, onca geyindim. Yəni belə, indi concealer falan yaxacam. Çox sizə həqiqətən bilmirəm. Yəni biraz hava sərinləşsəydi. Yəni çünki bilsiniz də məsələn sərin havada məşğələyə getməyi daha çox bəyənirəm. Nəinki isti yay havasında. Bilmirəm sizə də elədirmi, elə deyilmi, amma məncə qışda məşğələyə falan getmək daha yaxşıdır. Nəysə, indi mən bunu da yayım, sonra gəlim. Dünən də bu pudranı istifadə etmişdim. Bu pudranı çox bəyəndim. Hansısa bir vlogumda almışdım. Bilmirəm yəni. Nəysə, indi mən bunu da yaxam. Digər məşğələlərim bu arada indi mən sizə vaxtlarını deyim. İndi deməli, mənim 2-5 ana dilimdir. Axşam qrupuyam. 5-dən 7-yə. İngilis dilim 3-6-dır. 3-cü günlər saat, mən sizə deyim də bir dəqiqə. 3-cü günlər saatı bilmirəm. Hələ dəqiq deyil. Sentyabr başlayacaq deyənə ingilis dilim. Onun görə vaxtı dəqiq deyil. Qanundakı hansı məşğələlərdir? Riyaziyyatdakı 2-5 edirəm. Rəsmdəki haçan ürəyim istəsə, yəni. Çünki müəllimim həmişə orada olur deyənə deyir ki, haçan istəsəz, boş vaxtınız olduqda gəlin. Çünki biz 11-ci sinifli deyənə deyir ki, yəni nə qədər çox gəlsəz, o qədər yaxşıdır. Belə indi pudranı da vurdum, ənliyi də falan da vurum. Makyajım qutarına görüşərik. Və canım, mən makyajımı falan elədim. Burada minik bir sivizəm çıxıbdı, o da göz muncuğu sayıram artıq. Kombinimi də indi mən sizə göstərəcəm. Belə şortik geyinmişəm. Yəni makyajım belə oldu, mən bəyəndim. Yəni abartılı göz makyajı eləmirəm məşğələyə. Çünki bilmirəm, bu gözüm biraz böyük görürsən, bu gözüm biraz balaca, niyə belə oldu? İndi lifti gözləyirəm. Qulaqçığımın zaritkası azdır, heyf ki. Suyum qaldı evdə. Deməli, kombinim belə idi uşaqlar. Yəni, şortik geyinmişdim. Üstündən belə bir sarı kətan köynək, altından üstündən də belə, yəni belə bir şey geyinmişdim. Tələsirəmi gecikirəm. Deməli canım, mən bu videonun açılışını eləməmişdim. Gedim bir açılış çəkdim. İndi isə videonun davamını çəkirəm. İndi mən evdəyəm, əynimi falan dəyişdim. İstədiyinə yəni məşğələ gedib gələnə qədər öldüm yolda. Özüm canımdan can çıxdı da. Yəni həqiqətən çox yoruldum. Hələ rəsm başlayacaq. O yadıma düşdü. Vəbşi soldum. Yəni həqiqətən çox istidir havalar. Bilirsiniz, yəni dəhşət istidir. Yəni bu havada məşğələ gedirik. Hələ bu istiyə dözürük. Allah hədiyyətimizi yerdə qoymasın. Həqiqətən burada sivilizasiya bozuldu. Hə, nəysə yəni. Bir də keçən videoda çox soruşmuşsunuz, neysəniz deyirsən. 11-ci sinifəm uşaqlar. Videonun kapak fotoğrafında da yazmışam ki, 11-ci sinifəm. 9-cu sinif buraxılış balımı soruşmuşsunuz. 140 bal yığmışam mən. Yaxşı hazırlaşmadan, onu da deyim. Yəni yaxşı hazırlaşmadan bilirsiniz, üstünlük vermirdim dərslərə. Yəni dərsləri qətiyyən belə önəmsəmirdim də, həqiqətən yalan deməyəcəm. Amma bu il 11-ci sinif olduğum üçün çalışıram ki, üstünlük verim. İnanırsınız ki, ölürəm istidən. Həqiqətən çox yorulmuşum, çox istidir. Bu vlogu da yəqin ki, inşallah çatdıra bilsəm, yəni sabah atmalıyam artıq. Sizləri çox sevirəm. Bunu deyim. İndi mən gedim biraz dincəlim. Axşam dərs masama əyləşib dərsimə başlayarıq. Deməli canım, mən lavazımatlar, kitablar falan bura qoydum. Amma belə bir şey var ki, şad xəbərdir. Böyük ehtimal bu videonu izləyəndə artıq biz məktəb alış-verişinə gedib gəlmiş olacağıq. Biz indi məktəb alış-verişinə gedəcəyik bu günləri. Ona görə dərs vloqunu bilmirəm, artıq çox uzun çəkə bilməyəcəm böyük ehtimal. 16 dəqiqə falan bir video olacaq.
Yəni əslində bir çox yaxşı bir şeydir bu. Çünki böyük ehtimal alış-veriş vloqu gələcək. Yəni alış-veriş vloqunu çox istəyirdiniz siz və 20k olduq bu arada. Çox xoşbəxtəm həqiqətən. Yəni əziyyətimin qarşılığı. Yəni 20.000 olacağıma onsuz da mən inanırdım. Yəni özümə inanırdım və sizin sayənizdə bacardıq bunu biz. İndi mən dediyim kimi bunu bura qoymuşam. Biz artıq bu arada Əçob Əbobdayıq. Əçob Əbob. Bir də Həndəsə gün idi, dünən 6-cı gün. Həndəsədən də biz deyim də sizə. Həndəsənin əsas anlayışlarından mən istədiyim də 1 bölmə, 2 bölmə, harca 4 bölmə keçdik yəni. Yəni Həndəsədən də yaxşı gedirik. Natural ədədlərdən də Əçob Əbobdayıq. Artıq böyük ehtimal biz başqa mövzuya keçəcəyik siz bunu izləyəndə. Yəni dediyim kimi yaxşı gedir. Nəysə, indi məktəb alış-verişinə gedəcəyik. Bilmirəm nələr alacağam. Onsuz da mən 10-cu sinif, 11-ci sinif olduğum üçün 11-ci sinif olduğum üçün böyük ehtimal çox şey almayacağam onsuz da. Sadəcə çanta almaq istəyirəm qara rəngdə. Bir də ayaqqabı falan, kitab dəftər də ki, nə lazımsa artıq onu alacağam. Dediyim kimi belə. İndi mən sizə bu riyaziyyatdan olan qaydalarımı göstərəcəm. Sonra da digər qayda dəftərlərim var mənim. Bu var, bu 7-ci sinif qayda dəftərim. Bunlar hamısı doludur, yəni riyaziyyat qaydaları ilə. Siz mənə dediniz bunları post olaraq paylaşın. Mən bunu post olaraq paylaşsam dəhşət çox uzundur və başınız qarşısında. Ona görə paylaşa bilmirəm təəssüf ki. Bu qaydalar məndən hardasa 9-cu sinifdən bəri mənimlə olan qaydalar riyaziyyatdan. Yəni bunu başqa müəlliməm vermişdi məndən. Nazənin müəlliməm vardı mənim, riyaziyyat müəlliməm. O mənə vermişdi bu qaydaları və hələ də saxlayıram. Yəni riyaziyyatın qaydam biraz dəhşət çoxdur. Yəni mən sizə göstərirəm bunun qalınlığını. Yəni bu qədər qayda var burada. Yəni hər xırda ayrıntısına qədər hamısını özüm yazmışam. Eləsi var müəlliməm yazıb çıxartdırmışam. Mən siz dediniz bunu post bölməsində paylaş. Amma mən bunu paylaşsam geri PDF formasında paylaşım. Yəni çünki həqiqətən çoxdur. Deməli bu da siz nədir? Bu mənim 8-ci, yox 7-ci sinif. Bu mənim 7-ci sinifdən qalan riyaziyyat məşğələ dəftərimdir və hələ saxlayıram. Yəni hər qayda burada da var. Yəni hamısını bir-bir özüm yazmışam səliqə ilə. Yəni düz uşaq xəttidir bu 7-ci sinifindədir ki, yəni indi xəttim çox dəyişibdir. Məsələn bu mənim 9-cu sinifdə olan xəttimdir. Bu mənim 7-ci sinifdə olan xəttimdir. Çox dəyişik fərq var yəni. Burada da bütün hər şey var. Yəni bütün qaydalar hamısını bir-bir yazmışam. Belə bu qalınlıqda belə qaydada axırına qədər doludur burada qaydalar. Arada boş fərqlər qoymuşam nəsə, amma bütün qaydaları yazmışam yəni. Figurlardır, həndəsədir, hamısını yazmışam. 7-ci sinif qayda dəftərimdir. Bu da 9-cu sinif buraxılış üçün hazırladığım qaydalardır. Yəni mən riyaziyyatı həqiqətən belə necə deyim, dərinliyinə qədər oxumağı sevən bir insanım. Prosta sonradan həvəsim bilmirəm nəsə oldum. 9-da çox oxumadım riyaziyyatı. Ona görə imtahan balım çox az gəldi. Amma normalda mən riyaziyyatı həqiqətən həvəslə oxuyan birisiyəm yəni. İngilis dili ana dilində eyni şey deyəməyəcəm, amma ana dilini çox sevirəm, amma çalışıram və alındıra bilmirəm. Düz 78 bal yığmışdım mən 9-un buraxılışına ana dilindən, amma yenə də o yaxşı bal deyil. İngilis dilimdəki Allaha həvalədir, yəni 40 yoxsa 50 yığmışdım buraxılışdan. Belə, İngilis riyaziyyat çox bərbad idi. Prosta riyaziyyatı çox sevirdim, yəni pis olmuşdum. Canlarım, qışda təbii ki də videolar gələcək, nə bilim, yeni il dekoru, alış-veriş vloqları falan, amma dediyim kimi məktəb vaxtı biraz video gec ata bilərəm, yəni həftədə bir dənə ya da nə bilim bir həftədən bir, çünki dediyim kimi imtahana hazırlaşacağam, imtahan stressi falan filan. Bir də bu qaydaları istəsə götürə bilərsiniz. Əçob Əbobun qaydası, yəni SS eləyin, yəni götürün, lazım olar falan deyə bunu qoymaq istədim. Deməli canım, bu Əçob Əbobunu idi, bayaqlar göstərdim sizə. İstəsəz belə şəklində çək götürüb SS eləyə bilərsiniz. Bu bilsiz nədir? 9-ları istifadə edirdilər. Onlar da 11-lərdir. Yəni bu Əçob Əbob düsturlar falan yəni. Belə indi bunlara baxıram. Məsələn burada da var Əçob Əbob ən böyük ortaq bölən belə. Bu birinci, buradan başlayır. Səhifə neçədir? Bu 8-dir. Bunu çəkirsiniz, sonra da bunu çəkirsiniz belə. Bu arada mən sizə çox şad xəbərlər vermək istəyirəm. Sonbahar alış-verişi gedir. İndi bizdə payız alış-verişi. Payız alış-verişi üçün Bakıya gedəcəm. Onun ayrı bir videosu gələcək. Sonra məktəb alış-verişindən sonra gələr yəqin, çox böyük ehtimal. Yəni inşallah çox qəşəng video fikirlərim və video planlarım var. Yəni burada indi mən dərsi yazıram. Siz bunu izləyin. Onda görüşərik. Həll bir anlıq yadımdan çıxdı. Mən də ki, o qədər insanım, qeydlərin birini bir tərəfdən yazıram, birini götürüb bir tərəfdən yazıram. Yarım saat həmin o məsələn izahını axtarırdım. Axır ki, tapdım. Deməli, misalımız baxın buradakıdır. Deməli, baxın bu.
Bir şey, mən də deyirəm ki, bəs bu misal niyə alınmır falan. Sonradan yadıma düşdü ki, qarama dəftərim biraz pis görsənir, nəysə. Deməli, ən birinci götürürsüz, bunun çox asan yolu var. Neyse yine hem misal izahı istəyirsiniz deyəndə falan, ona görə sizə bu misal izahını göstərəcəm. Əslində asandır həqiqətən. Yəni bəlkə çoxunuz məndən yaxşı bilirsiniz bu dərsi. Yəni çünki asan dərsdir. Əçobu verib yuxarıda, əbobu verib aşağıda. Siz normal gedəcəksiniz, indi bunu əçobla əbobu axtaracaqsınız. Yəni bunlara ayrı-ayrılıqda eləyəcəksiniz falan. Bunun çox asan yolu var. Deməli mən sizə bunu qoyub yəni səliqəli dəftər, ana dil dəftərində riyaziyyat həll eləyəcəyik. Aha. Deməli bax siz nə edirsiniz? Məsələn çox asandır. Yəni dediyim kimi bəlkə də çoxunuz məndən yaxşı bilirsiniz. Baxın, ki bizdən baxın əçobu istəyir. Siz əçobun da əbobun da ən tapma üsulu bəlkə də bilirsiniz. Yəni böyük ehtimal bilirsiniz. Əçob bərabərdir. Bilirsiniz nəyə? Bunları məsələn 144-dür bu. Aha. 144-ü məxrəcə yazırsınız, 120-ni surəti yazırsınız. Sonra bunu ən kiçik ədəd alınana qədər ixtisar aparırsınız. İxtisar apardım, qalı 6-da 5. Demək, əgər bizdən əçobu istəyirsə, əçobu nə edəcəksiniz? Bunları çapraz vuracaqsınız. Məsələn, 144-ü 5-ə ya da 120-ni 6-ya vuracaqsınız. Mən 120-ni 6-ya vururam. Bu bizim əçobumuzdur. Əgər bizdən əbobu istəsə, eyni şəkildə bunun surətə, bunu məxrəcə yazırsınız. Ən kiçiyə qədər ixtisar aparırsınız. Sonra da bunu paralel bölürsünüz. Məsələn, ya bunu buna bölürsünüz, ya da bunu buna bölürsünüz. O da eləyəcək 24. Mən 144-ü 6-ya böldüm, o da eləyəcək 24. İndi bizdən nə istəyirdi bu? Əçobla əbobunu bölməyimizi istəyirdi də. Əçobla əbobu da böləndə, 20-ni 24-ə böləndə o da eləyir 30. Cavabımız yəni 30-dur. Neyse canlar, mən bunları indi dayandırıram. Çünki biz məktəb alışverişinə gedirik. Genelde bunları yazacağım. İndi gedək, dərs vlogumuz bitdiyi üçün sağollaşaq. Bu videomuzun da sonuna gəldik. Əslində bu video biraz enerjisiz oldu. Bilmirəm niyə yəni. Keçən dəfəki video çox enerjili oldu və 20.000 izlənməcə o videomu çox bəyənmişsiniz, bilmirəm. Halbuki adi bir video, yəni DJ videolarım məncə orada makyaj falan edirdim, daha sarar deyə düşünmüşdüm. Amma siz riyaziyyat işlədiyim videonu daha çox bəyənmişsiniz. Nəysə, indi inşallah bu həftəyə həftənin axırı ana dil məşqlərim başlayır. Riyaziyyatım da yaxşı gedir. İnşallah yaxşı olar. Çolkalarımı bu arada keçən video demişsiniz ki, çolkalarımı falan şəkilləndir. Mən saçımı kəsdirməyi düşünürəm, yəni avqustun axırlarına falan. Ona görə çolkalarımı falan heç əldə etmirəm. Çünki onsuz feyinləsəm də bu çolka gəlir gözümə düşür deyən. Ona görə heç eləmirəm, belə uzandıram ki, qoqalsın. Saçımı da kəsdirsəm və kəsmə eləyəcəm. Neysə, belə ümid edirəm videomu bəyənərsiniz. 20k olmuşam, özümü təbrik edirəm və sizə çox təşəkkür edirəm. Hər biri çox-çox öpürəm. Başqa video və vloglarımda görüşmək üzrə. Öpdüm, bay bay.